Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizə isim haqqında məlumat verəcəm. İsim başlasam bitirə bilmərəm. Çox həm dərin mövzudur, həm genişdir, həm uşaqlara, yəni 100% düşür. Nə də düşməsə, yerlik münasibət məsələsi, bu təhsillik, nə suallı, bunlar 100% düşür. Amma yəni çox da dərindən danışa bilmərəm, amma imtahana nə düşə bilər? Uşaqlarda ən çox nəyin çaşdığını görmüşəm. Bax, onları çalışacağam bu gün. Yəni dərin danışmasam da onları dərin danışmağa çalışacağam. Birincisi, isim nədir? İsim, birinci onu bilməliyik də, isim nədir? İsim əşyanın adını bildirir. Əşya nədir? Bəzən uşaqlar sual verir ki, yəni biz orada qrammatik baxımından əşya getmişik. Bəli, biz insanlar belə, heyvanlar belə qrammatik baxımından əşyadır. Yəni əşyanın adını bildim. Məsələn, mən də bir əşya gedirəm nitq hissəsi baxımından. Məsələn, adım Sevinc. Qrammatik baxımdan nəyəm? Yəni əşyayam. Bəli, qrammatik baxımdan əşyayam. Bir də bu baxımından məsələsi, uşaqların çox çaşdığı bir məsələ var. Qrammatik, morfoloji və sintaktik baxımından nədir? Açılmışkən bunu da deyəcəm. Misal üçün deyirəm ki, saxla bir dənə cümlə yazım. Cümləni yazdım. Böyüklərə hörmət etmək lazımdır. Açıq deyirəm. Biz bilirik ki, mən keçən dərsdə izah eləmişdim, var yox, lazım, gərək, bəs, mümkün. Predikativ xəbərləri, predikativ xəbərdir və heç bir suala cavab vermədən cümlənin müstəqil ismi xəbər olur. Deməli, lazımdır xəbər. Gəldim kimə? Böyüklərə. Bəli. Cümlədə isim mövqeyindədir. Çünki ismin cəm və hal şəkilçisini qəbul eləyib. Nə lazımdır? Hörmət etmək lazımdır. Hə, mübtədamız ilə ifadə olunub. Keçən dərsdən sadəcə bəzi məsələlər deyirəm. Hə, məsdərlə ifadə olunub. Xəbərimiz ismi xəbərdir və burada böyüklərə. İndi deyirəm ki, uşaqlar, böyüklərə morfoloji baxımından nədir? Və yaxud da deyirəm ki, sintaktik baxımından nədir? Qrammatik baxımından nədir uşaqlar? Bir dəfəlik deyim, bunu qeyd edin. Əgər qrammatik baxımından testdə soruşursa ki, hə, tamamlıq, qrammatik baxımından nədir uşaqlar? Onu götürürlər sifət. Xeyr, sifət deyil. Bir dənə də cümlə yazacağam. Baxın bunu. Dəri çanta uşaqlar. Dəri çanta. Sonra taxta qapı. Bu tip birləşmələrdə dərinin, bəli, dəri cümlədə təyindir. Amma morfoloji və qrammatik baxımından nədir? İsim. Bunu çox vaxt nə götürürsünüz? Ay, sağ ol. Siz çox vaxt bunu sifət götürürsünüz, amma sifət deyil, taxtadır. Məsələn, qızıl saat, bəli, necə saat, amma cümlədə sifət mövqeyindədir. Amma sifət deyil, əşyanın adıdır. Yəni qrammatik cəhətdən əşyanın adıdır. Ona görə onlar qrammatik, morfoloji baxım deyəndə nitq hissəsi soruşur. Uşaq, bu qədər sadə. Bərabərdir nitq hissəsi. Bərabərdir nitq hissəsi. Sintaktik baxımından nədir? Sintaktik baxımda 5 dənə şey ola bilər. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik, yaxşımı? Deməli, morfoloji və qrammatik baxımdan deyəndə nitq hissəsi, sintaktik baxımdan deyəndə cümlə üzvü götürürsünüz, dəhşət çox düşür. Bir dənə bunu hər hansı bir qeyd dəftərinizə 100% yazın. Çünki çox düşür və uşağı çox çaşırlar. Belə. İndi davam edirəm isimdən. İsmi danışsam bitirə bilmərəm. Nizami demiş. Amma sizə bugün çox rastlaşdığımız problemlər danışacağam. İsmin özünə məxsus 4 cür qrammatik şəkilçisi var. Dilimizdə biz bilirik ki, qrammatik şəkilçilər çox azdır. Hansılardır? İsimdə cəm mənsub hal xəbərlikdir, feildə təsdiqlənən, təsdiqlənməyən feillərdir və sifətin dərəcələri bu qədər çox az. Geridə qalan hamısı leksikdir. Hə, indi gəldim bunu və ardıcılıqla yazıram uşaqlar. Birinci isimlərə cəm qoşulur, sonra mənsubiyyət, sonra hal, sonra xəbərlik şəkilçiləri qoşulur. Yəni bunu da ən azından yaza bilərsiniz. Bəzən uşaqlar əzbərləyə bilmir, onun üçün də nümunə yadınızda saxlayaq. Misal üçün uşaqlarımızdandır. Yazın bura baxın. Uşaqlarımızdandır. Uşaq sözün köküdür. Lar, cəm. Imız, mənsubiyyət, uşaqlarımızdır deyə bilərəm, uşaqların, uşaqlarındandır, dan, yaxud da dan yerinə ın deyə bilərsiniz, a deyə bilərsiniz, dırda xəbərli şəkilçisidir. Belə, indi bir-birindən hamısını yazın. Cəm şəkilçiləri lar üstü 2-dir uşaqlar, lar-lər. Cəm bu şəkilçilər, ümumiyyətlə ismin bu şəkilçiləri var, universaldır. Bütün nitqlərinə qoşulmuşsun, sifətə, saya, əvəzliyə, zərfə, feyilə də qoşulmuşsun, gedirlər, görürsünüzmü? Lar, yəni ismi şəkilçisi və artıq feilə qoşulana biz kəmiyyət şəkilçisi deyirik. Belə, davam edirik mənsubiyyət şəkilçiləri. Mənsubiyyət şəkilçiləri uşaqlar çox asandır. Baxın,
ımız, ım, ınız. Heç bilirsiniz, kameranı dayandırmadım. Görürsünüz, çünki o qədər asan. I, ı, qurtardı. Əzbərləyən bilmirsən, gəl sən asan yolunu öyrədim uşaqlar. Deməli, bax, mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Mənsubiyyət varsa nə var? Mənsubiyyət varsa nə var? Mən bunu illər deyirəm. Hətta ingilis dilində də var. Mənsubiyyət varsa yiyəlik var. Birinci yiyəlik gəlir. Məsəl üçün, bax deyirəm, bax uşaq, mən qələm. Mənim qələmim, baxın, lap mən adım deyəndə Sevinc. Sevincin qələmi. Görürsünüz, Sevincin yiyəlik, birinci yiyə gəlir, yiyə şəxs. İkincisi mənsubiyyət gəlir. Onların dəftərləri, onların yiyəlik dəftərləri mənsubiyyət. Yaxşımı? Belə. Birinci həmişə yiyəlik gəlir, ikinci mənsubiyyət. Qayda ilə, amma yerini dəyişə bilərəm. Çünki anam mənim. Anam mənsubiyyət mənim, amma normalda mənim anamdır. Yəni normal şəkildə heç bir qanun pozuntusu olmadan birinci yiyəlik alır. Bu da mənsubiyyət. Həqiqətən əzbər. Məsələn, ımız, ınız, ı. Belə də əzbər deyə bilərsiniz. In, ı, ımız, ınız, ı da deyə bilərsiniz. Yəni dəhşət çox düşür. Dəhşət çox düşür. İsimdən ən çox bu düşür. Bir də bunun yanında mən indi hallarda deyəcəm. İsmi yiyəlik alır. İsmin neçə halı var? 6 halı var. Adlıq, yazı danışım. Adlığın heç bir şəkilçisi yoxdur. 2 yiyəlik, uşaq yiyəliyin özü 2 yerə bölünür. Müəyyən yiyəlik və qeyri-müəyyən yiyəlik haldır. Müəyyən yiyəlikdə ını görürük, qeyri-müəyyən yiyəlikdə ını görmürük, amma istədiyimiz kimi bərpa eləyə bilərik. Bu o deməkdir ki, yoxdur, xeyr, var. Sadəcə görünmür, gözə görünməzdir. Yönlük, uşaqlar Aə, yerlik, dadə, arada təsirli ötürdüm, təsirlik I və çıxışlıq dan uşaqlar. Bunları oturub danışsam həqiqətən çox uzun. Məsələn, çıxışdan çox şey danışmalıyam. Çıxışlıq həqiqətən çıxış nöqtəsini bildirir. Yönlük halın əksidir. Nəmnan kimi tələffüz oluna bilər. Amma yəni onlar danışmayım, əzbərləyin, eləcə quru-quru əzbərləyin. Çıxışlıqda dandır, təsirlikdə ıdır. I şəkilçisi nəyə oxşuyur? Baxın, mənsubiyyətə oxşuyur. Amma qarışdırmayın. Niyə? Təsirlik halı düşünürsən ki, sözün kitabı sözü. Bu söz mənsubiyyət yoxsa təsirlikdir. Neynə? Qabağına bir dənə yiyəlik halı söz artır. Yaxşımı? Və beləcə tapa biləcəksən. Yerlik dadədir. Yönlük Aə-dir və təsirlik. Bizə lazım olacaq təsirlik halı 2 cür olur. Bu da müəyyən təsirlik və qeyri-müəyyən təsirlik olaraq 2 yerə bölünür. Və yiyəlik. Yiyəlik varsa mənsubiyyət var, ona görə deyirəm ki, uşaqlar, diqqətli olun. Yiyəliyin şəkilçisi ındır. Məsəl üçün deyirəm, gəlin bütün şəxslərə uyğun bir-bir deyək. Mənim qələmim, sənin qələmin, onun qələmi, bizim qələmimiz, sizin qələminiz, onların qələmləri. Gördünüzmü? Yiyəlik varsa mənsubiyyət var. Tamam, bunu yadınızda saxlayın. Mən hələ bəzən 5-ci sinifdə də belə bir alma çəkirdim. Buraya yazırdım yiyəlik, buraya yazırdım mənsubiyyət. Yəni bu ayrılmır. Ayrılmır. Yiyəlik gördünsə, bir ki hardasa mənsubiyyət var. Bir dənə istisna nədir? Bir dənə istisna xəbərli cümlədə əgər yiyəlik al. Bu kitab sənindir. Bu kitab sənindir. Bir dənə orada xəbər olanda mübtədası, yəni yiyəlik, mənsubiyyəti əvvəllərdə olur, amma sənin kitabın mənasında. Gəldim. Qoy fikirləşim. Burada bu. Bir də təsirlik halda qeyri-müəyyən təsirlik halında ılsını görmür, amma bərpa eləyə bilirik. Məsələn, mən alma yedim. Əslində nədir? Mən almanı yedim. Bərpa eləməyin yolları var. Əvvəlinə o artırırsan və yaxud ını bərpa eləyirsən, yerini dəyişirsən və s. və elə axır belə. Bir dənə bizə buradan ən çox nə düşür? Yiyəlik mənsubiyyət uşaq əzbərləyin, xahiş edirəm. Xəbərli şəkilçi. Xəbərli şəkilçi universal bir şəkilçidir. O da bütün nitq hissələrinə qoşulur. Şəkilçilər yazıram bura. Am, san, bəli, hamısına qoşulur. Feylə də qoşulur. Dır, ıq, sınız, dırlar, uşaqlar. Deməli, bu şəkilçilər əzbərləyə bilmirsənmi? Nümunə götür. Mən insanam, sən insansan, o insandır. Biz insanıq, siz insansınız, onlar insandırlar. Həqiqətən əzbərləyə bilmirsən. Otur da, yəni bir dənə nümunə götür, nümunə ilə əzbərlə. Nə olar ki? Baxın, sifətə deyirəm, mən gözələm, sən gözəlsən, o gözəldir, biz gözəlik. Məsələn, saya qoşulan, mən birinciyəm, sən ikincisən, o üçüncüdür, biz dördüncüyük. Yəni, uşaqlar, bu, yəni ismin bu şəkilçiləri universalda bütün hissələrinə qoşulur. Məsələn, feylə qoşulan, mən gedirəm, sən gedirsən, görürsünüzmü, artırmaq olur. Belə. İndi nə deyim? Baxın, burada mənim üçün vacib toxunmaq istədiyim məsələlər. Bir gün vaxt gələcək, ismi başlayağa qəşəng danışacağam. Amma hələ ki imtahan qabağı bizə lazım olan məsələləri mən
gündəmə gətirmək istədim. Yiyəlik, yiyəlik mənsubiyyət demə toxundum buna. Yenə də deyirəm uşaqlar, yiyəlik mənsubiyyət xahiş edirəm. Çaşmayın. Yiyəlik varsa mənsubiyyət var, mənsubiyyət varsa yiyəlik var. Bir dənə bunda çaşmayın. Hə, nə sualını deyəcəm? Təhsili halda dedim. Bəzi sözlər, bəzi kezalı sözlər ikinci saytın düşmüş, onu da danışacağam indi. Gəlin ona kimi nəyə danışaq? Nə? Uşaq, nə sualı? Nə sualı görürsənsə ancaq adlı halın sualı deyil. Bəli, adlı halın suallarından biri nədir? Amma həmçində yiyəlik və təsirlikdə var. Hansı yiyəlik və təsirlik olacaq? Təbii ki də qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik halda nə sual? Hətta qeyri-müəyyən təsirlik halda əgər insan obrazı varsa, o insana belə nə sual verəcəksən, bu qədər. Bunu da qeyd edib bir yerə yaz. İndi mən sizə bəzi kezalı sözlər ikinci saytın düşməyini danışacağam. Çox asan bir formada danışacağam. Bəli, dayandır hələlik. Uşaqlar, bir də bir dənə qayda izah edəcəm. Yazıram, baxın. Bitirirəm artıq, səbirli olun, son hissələrə baxırsınız. Bəzi iki hecalı sözlərdə ikinci saytın düşməsi. Düşməyi də deyə bilərəm, çünki məstərdir. Biz bir iki məstərdə bəzən q düşüb, s ola bilər. Düşməsi də deyə bilərəm, fərqi yoxdur. Ayday, mənsubiyyətdə bir şeyi ötürdüm. Nəyi ötürdüm? Mənafi, mənbə, tali, su, nə? Onlarda s olmur, y olur. Bax, o yadıma düşdü. Nəysə. Özünüz baxarsınız. Mən lazımlar deyirəm. Uşaq, bəzi kezalı sözlərdə ikinci saytın düşməsi, bunlar iki yerə bölünür. Milli sözlər və alınma sözlər. Milli sözlərdə uşaqlar ancaq mənsubiyyətdə düşür. Ancaq mənsubiyyət gələndə. Artıq biz bayaq bir neçə dəqiqə bundan əvvəl mənsubiyyəti öyrənmişik. Alınmalarda isə həm hal, həm halda, həm də mənsubiyyətdə uşaqlar bu ikinci sayt düşür. Gəlin indi biz baxaq görək o sözlər hansılardır. İndi niyə biz hal və mənsubiyyət deyirik? Məsələn, bir uşaq deyir ki, müəllim, xəbərli şəkilçilərindən də görürsənmi? Nə var? Birinci am nədir? Saitlə başlayan şəkilçi. Ona görə biz ümumiyyətlə saitlə başlayan şəkilçi demirik. Yəni nə deyirik? Deyirik ki, hal və mənsubiyyət olmalıdır. Yəni hal ancaq saitlə başlayan hər hansı bir şəkilçinin düzgün olması. Çünki buna da heç birinə düşmür. Düşmə hadisəsi baş vermir. Düşmə hadisəsi hal və mənsubiyyətdə baş verir. Ancaq millilərdə ancaq mənsubiyyətdə ki, biz bayaq öyrənmişik və alınmalarda isə həm halda, həm də mənsubiyyətdə düşür. Uşaqlar, mən haqqını əzbərlədəndə ancaq milliləri əzbərlədirəm. Deyirəm, gerdə qalanlar da alınmalardır. Gəlin mənə baxın, əzbərlədim sizə. Bir dəqiqədə əzbərlədim. Beyin, ağıl, alın. Burun, ağız, boyun, çiyin, qoyun, qarın, əyin, könül, ovuc, oğul, qayın. Məncə hamısını dedim, uşaqlar. Gördüyünüz kimi, başdan ayağa bir dənə əslində tez dedim. Beyin, ağıl, alın, burun, ağız. İndi bəzən qulaq da deyirlər uşaqlar. Məsələn, qulaq düz iki hecadır, amma qulaq o kriteriyə aid deyil. Yaxşımı? İkinci hecası çalışın qapalı sayt olsun. Ağız, boyun, çiyin, qoyun, əyin, qarın, oğul, ovuc və s. bunlar. Bunlarda ancaq mənsubiyyətdə düşür. Amma alınmalar hansı ki, isim, cisim, qisim, ətir, şətir, şəkil, fəsil. Bunlarda isə yəni hər iki halda düşür. İndi mənim üçün İlhamə saxlasın, mən nümunələr yazım, başlayalım. Uşaqlar, baxın, burada bir dənə balaca bir nümunə yazın. İlhamə yaxınlaşdır bizim, bir damcı yaxınlaşdır. Buranı. Aha, ismin yazdım və ağlın yazdım. Düzdürmü? İndi burada bir balaca bir məqam var. İkisində də düşüb. Düzdür? Baxın, ismin i'si, ağlın i'si. Amma bunlar arasında dağlar boyda fərq var. Çünki əgər burada düşübsə, axı biz bilirik ki, milli mənşəli sözlərdə ancaq mənsubiyyətə düşür. Deməli, buradakı söz 100% mənsubiyyətdir. Baxın, bu sual çox düşür. İsim hissəsində mənsubiyyətini görəcəksiniz. Çox düşür. Belə sual başlığı belə olur. Hansını əminliklə deyə bilərik ki, mənsubiyyətdədir? Hansını əminliklə deyə bilərik ki, haldadır? Bax, o. İsmin isə, uşaqlar, biz bilirik həm hal, həm mənsubiyyətdə düşdüyü üçün mən bunu dəqiq deyə bilmirəm. Haldadır, ya mənsubiyyətdədir. Amma mən bunu dəqiq deyə bilirəm ki, bu mənsubiyyətdədir. Bir dənə də nümunə yazım, saxla.
Uşaqlar, indi burada bəzi nümunələr yazdım və test yenə bu tip düşür. Verir bu variantlarda, misal üçün də A, B, C, D, E. Amma mən adətən uşaqlara deyirəm ki, uşaqlar, çalışın variant tapmayın, hamısını bir-bir işləyin. Gəlin bir-bir işləyək. Qarını. Sözün kökü qarındır, düzdürmü? Amma milli mənşəli sözdür və I düşməyib. Deməli, bu I nədir? Mənsubiyyət haldırmı? Deməli, mənsubiyyətdir. Çünki mənsubiyyətə düşür, əstəğfurullah, haldır. Halda düşmür. Milli mənşəli sözlərdə ikinci halda düşmədiyi üçün düşmübsə, deməli, bu 100% haldır. Gəldim şəklin, bəli, alınma sözdür. Hər iki halda düşdüyü üçün mən bunun hal və yaxud da mənsubiyyət olduğunu bilmirəm, ancaq cümlə daxilində bilə bilərəm. Alının, bəli uşaqlar, alın milli mənşəli sözdür. Düşmüb, deməli 100% haldır. Burnu isə düşüb. Deməli bu 100% uşaqlar mənsubiyyətdir. Artıq mən millidə bilirəm. Baxın, mən millidə o sözə baxan kimi bilirəm. Düşürsə, düşmürsə vəsyo. Aydın. Cismi, bəli, düşüb uşaqlar. Bu da alınma olduğuna görə mən bilmirəm ki, haldırmı, mənsubiyyətdir. Deməli, mən bu yazdığım nümunələrdən, baxın, görürsünüzmü? 100% hal, 100% hal, 100% mənsubiyyət. Milli sözlər tapmaq çox asandır. Amma söhbət alınmaya gələndə onu mən cümlənin içində bilirəm. Misal üçün deyirəm ki, şəklin üzü. Şəklin üzü desəm buradakı haldır. Çünki birinci axı yəlik gəlir, sonra mənsubiyyət bayaq dediyim kimi. Amma sənin şəklin desəm burada mənsubiyyətdir. Artıq burada yəlik özündən əvvəldə gəlir. Belə. Ümumiləşdirirəm bir dəfə də. İsim əşyanın adını bildirir. Qrammatikdən hər birimiz isimik, qrammatikdən hər birimiz əşyayıq. İsmin özünə məxsus 4 dənə qrammatik şəkilləri var. Cəm mənsubiyyət, hal, xəbərlik, hazır, ardıcılıqla yazdım və ismin 4 dənə şəkilçisi universal şəkilçidə bütün nitqçilərinə qoşula bilir. Ondan sonra bir dənə də bir söz deyəcəydim. İsmin 2 dənə halı var ki, 3 dənə şəkilçi qoşulur. Bir adlıq haldır, adlığın şəkilçisi yoxdur. Bir də təsirlik hal ki, təsirlik hal cümlədə xəbər ola bilmir. Mənsubiyyət şəkilçiləri, bir dənə baxın mənsubiyyət şəkilçiləri ımız, ınızı ya da ımız, ınızı fərqi yoxdur. Imız, ınızı da deyirlər. H şəkilçiləri də birincidən keçsə bunu bilin. Sadəcə H şəkilçisində bəzi məqamları bilmək lazımdır. Nə sualıdır, müəyyən yəlik, qeyri-müəyyən yəlik, müəyyən təsirlik, qeyri-müəyyən təsirlik. Həmişə dərs oxuyunuzu öyrənirsiniz, bir dənə refleks eləyin özünüz üçün. Yəni ümumi təkrar eləyin. Xəbərli şəkilçiləri hamısını da qısnatdırlar, baxdıq. Bir də isimdə bunlar çox düşür. İsimdə nə çox düşür? Yəlik, mənsubiyyət, bir də bu. Ən çox təbii ki, yəlik mənsubiyyət ki, yəlik mənsubiyyət bizə söz birləşməsi bölməsi, yəni ki, sintaksda çox lazım olur. Ona görə indidən yəlik mənsubiyyəti bilin ki, vaxtı gələndə söz birləşməsində çətinlik çəkməyəsiniz. Bir də milli və alınma sözləri. Alınma sözləri mən heç vaxt əzbərlətmirəm uşaqlara, heç vaxt. Deyirəm ki, milliləri əzbərləyin, geri qalanlar alınmadı. Məndən bu qədər. Like eləməyi və kanalıma abunə olmağı unutmayın. Bir də uşaqlar mütləq rəy yazın. Nəsə olsa rəy yazın, bəlkə keşfətə düşdük. Bu qədər, məndən bu qədər. Sağ olun.